Biz bir ömür Allaha ibadət eləyirik, namaz qılırıq. Bizim xəbərimiz yoxdur ki, bizim ibadətimiz, namazımız qəbul olur yoxsa yox. Çox qəribə bir şeydir. İnsan bir ömür ibadət eləsin, əziyyət çəksin, bəndəlik eləsin, amma xəbəri yoxdur. Allah bunu özü gizli saxlayır. Əslində Allah bu yolla bizə kömək eləyir, əlimizdən tutur. Nə badə bəndələrim görərlər, ibadətləri qəbul olur, onlarda bir arxayınlıq yarana, onlarda bir təkəbbür xüsusiyyəti yarana. Ona görə də Allah ibadətlərimizin qəbul olunub-olunmadığını bizə bilindirmir, bizdən gizli saxlayır. Niyə? Çünki insan ki bilmədi ibadəti qəbul olur yoxsa yox, bu insanda bir bəndəlik halın qoruyub saxlamasına kömək eləyir. Amma insan ki görsə ki ibadətləri qəbul olur, əməlinin nəticəsini göstərsə, insan Allaha qarşı cürət tapacaq.